Rəsm əsəri çəkmək üçün ver fırçanı, dedim mənə. Düşünmədən həyatımın fırçasını verdim sənə. Dedim, al, çək. Elə çək ki, bu həyatım al günəşli, aylı olsun. Nə gözlərim yaşla dolsun, nə də bir an üzüm solsun. Sən isə əksini etdin. Yağış çəkdin, şimşək çəkdin, toxum qüssə kədər səbib gözlərimə əkdin. İndi dayan, dinlə məni. Deyim necə çəkməliydin. Fırçan ilə sən özünü günəş çizib, rəsimdə nur saçmalıydın. Baxıram ki, elədiyin şikayətin ardı arası kəsməyir, heç bitməyir, tükənməyir. İndi istədiyin nədir? Etdiyin hər şikayətin geri dönüm istəyidir? Necə gəlim? Söyləsənə. Rəsimdə yolumu uzaq çəkmisən, o yol boyu qovuşmaq yox. Fırçan ilə ayrılığı necə qıyıb əkmisən? İndi bəyənmirsən öz əsərini. Fəxr et əsərinlə. Özün çəkmisən. Özün çəkmisən.